Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Bugün sizi Zabratdan Üzümbaşdağaya gedən yola çox yaxın ərazidə şəxsi tikili, yaşayışlı, 4 otaqlı, tam təmirli həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin, bütün məlumatlar videonun daxilində qeyd olunur. Bir daha qeyd edirəm, ev Zabrat-Maşdağı yolunda avtoservisin yaxınlığında yerləşir. Hər bir tərəfi yaşayış olan yerdir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. Yerdən də 5-6 daş kürsüdə tikilib. Evin həyətində əlavə olaraq belə bir maşın qarajı var. Oranı tam ətraflı çəkə bilmirəm hazırda. Və evin heç bir zabora bitişiyi yoxdur. Dörd bir tərəfindən də zaborundan məsafəsi saxlanılaraq tikilib. Evin 2 mətbəxi var. Biri həyətində yerləşir, biri isə evin içərisində yerləşir. Qazı, suyu, işığı daimi fasiləsizdir. 4 otaq 140 kvadrat evin ümumi sahəsidir. Evdə tam hazır girib yaşaya biləcəyiniz ev. Evin həyətdəki mətbəxinə evin içindən də yenə də çıxış qapısı qoyulur. Bura həyətdə yerləşən yay mətbəximizdir. İndi isə keçək evin içi ilə sizi tanış edim və məlumatları bir daha təkrar edirəm. Ev Zabrat-Maşdağa yolunda avtoservisin yaxınlığında yola çox yaxın ərazidə yerləşir. 3 sotun içindədir. Yerdən kürsüdə tikilib. Evin həyətinə maşın rahatlıqla daxil ola bilər. Evin 2 giriş qapısı var. Biri oradan, biri isə sol tərəfdəndir. Və sol tərəfdən daxil olub evimizi isə ətraflı şəkildə təqdim edəcəm. 4 otaq 140 kvadrat, 2 mətbəx, 2 sanitar qovşaq. Bura evimizin dəhliz hissəsi. Dəyərli izləyicilərim, evin qiyməti 77.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarım olsa, qiymətdə də endirim olacaq evin sahibi tərəfindən. Bura yataq otağı, istilik sistemi kombidir. Pəncərələrin reşotkasına qədər var. Tam hazır ev. Bura yenə ikinci yataq otağı. Bura evimizin geniş bir qonaq otağı. Burada yerləşir mətbəx hissəmiz. Qiyməti 77.000 manat. Evlə bağlı əlavə suallarınız olsa zəng edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Bura az öncə sizə çöldən göstərdiyim qapı. Bura isə evin içərisində yerləşən hamam. Buradan da yenə həyətə əlavə qapısı var.